Mən Yeni Ordubad və qədimi bir ev. Bu dəfə biz Məşədi İbrahim kişinin evindəyik. Bu evi o 1875-ci ildə inşa edibdi. Bax, görürsünüz. Qədim məhəccərlər, oymalı. Təbii ki, sonradan evə müdaxilələr olub, təmir məsələlərində. Amma yenə də ev öz tarixliyini qoruyub saxlamaq gücünə malik olubdur. Biz o tarixi hiss edirik. Burada isə divar içi taxtalar, köhnə sandıq. Burada maraqlıdır. Köhnə şamdan işığı yandıraq. Bax, görürsünüz pəncərələrin içliyini. Nə qədər dərin bir içliyə malikdir. Divarların qalınlığını önə çıxarır. Bu isə köhnə servantdır. Burada da daha bir taxça var. Evin sahibləri yəqin ki, bunlar olubdur. Bax, burada da demək olar ki, bütün otaqlarda divar içi bax belə taxtalar mövcuddur. Qab yığmaq üçün. Təbii ki. Belə.